Biologiya sınaq 2. Başlayaq. Xanı balığının həm quyruq, həm də gövdə fəqələrində vardır. Baxaq. Fəqərə cismi hər ikisində var. Aşağı çıxıntı əsasən deyirik ki, bu quyruq fəqərələrində var, quyruq. Yuxarı çıxıntı hər ikisində var. Yuxarı gövs. Yuxarı gövs hər ikisində var. Yuxarı çıxıntı və yuxarı gövs. Aha, düzdür. Aşağı gövs. Aşağı gövs quyruqdur. Quyruq. Yan çıxıntılar, bunlar aid olunur. Gövdə cavab olur 1, 3 və 4. Cavab olur A variantı. Müasir sürünənlərin bütün nümayəndələri çox xarakterikdir. Döş qəfəsi. Döş qəfəsi olmayan sürünənlərimiz də vardır. Məsələn, ilanları misal göstərə bilərik. 3 kameralı ürək. Timsahlarda əsasən 4 kameralıdır. Bədənin yanlardan birləşmiş ətrafsız olan sürünənlərimiz də var. Sonra dişlərə malik çənələr. Bəzi sürünənlər var ki, məsələn, onlarda dişlər yoxdur. Məsələn, tısbağalarda sərt damaq şəklindədir. Lüşeyin mərhələsində xordan olması doğrudur. Cavab olur Y variantı. Balığın tənəffüs, qan dövranı, həzm proseslərini idarə edən mərkəz əsasən uzunsov beyindir. Uzunsov beyində göstərilibdir 4-də. Cavab olur D variantı. Neştəcə və nərə balığına fərqli olaraq xordaya malikdir. Nərədə də vardır. Qəlsəmə vasitəsinin tənəffüs hər ikisində var. Tək üzgəçlər hər ikisində var. Xüsusi hiss orqanlarına malikdir. Doğrudur neştərçə. Sonra ağciyər tənəffüsünə rast gəlinmir. Ağciyər tənəffüsü. Aha. Amfibi quşlardır, sürünənlər, balıqlar. Aha, baxın, balıqlarda 2 cür tənəffüsü balıqlar var ki, bunlarda ağciyər ola bilər. Amma baş xordalları götürürük. Cavab olur Y variantı. Sonra başlayaq. Aha. Protey, triton, buqalamun, təlxə, uzunburun, hatteri və şamay. Baxaq. Deyir ki, bunların neçə dəstəsi var? Aha. Deməli, baxaq. Protey əsasən olur quyruqlar. Triton da aiddir quyruqlar. Sonra buqalamun aiddir. Əsasən bu pulcuqludur. Pulcuqlu. Təlxə aiddir pulcuqlu. Uzunburun əsasən aiddir. Bunlar nərə kimlərə? Hatteriyadır. Dimdik başlılara aiddir. Bu olur dimdik başlılar. Şamayda olur. Bu əsasən aid olur çəki kimlərə? Cəmi olur 5 dəstə. Sonra qaba yemlə qidalanan əksər məməlilərdir. Yəni daha sərt qidalarla qidalananlarda baxaq. Deyir ki, azı dişlən sərtli xamarlı, daha əksinə daha çox qırışlı olur. Sonra bağırsaq uzun olur, doğrudur. Bağırsaq qısa olur, yanlışdır. Az dişlən sərtli qırışlı olur, doğrudur. Dişlər ixtisaslaşmır, yanlışdır. Cavab olur 2 və 4. Göstərilən orqanizmlər birləşdirən ən kiçik sistematik kateqoriya. Baxın, bu sümüklü balıqlara aiddir. Digərisi aiddir qığırdaqlı balıqlara. Deməli, ən kiçik deyirsə, dəstə ilə biz onu aşağıda götürmürük. Ən kiçiyi, ən böyük desə aləmi götürəcək. Amma ən kiçik desə tipi götürürük. Cavab olur D. Balığın daxili qəlsəmələrində əsas qazlar mübadiləsi baş verir. Aha, bu əsasən köhnə kitablarda verilir daha çox məlumat. Burada olur cavab qəlsəmə, yarpaqcıqları. Aha, deyir ki, kisə şəkilli, zəif inkişaf etmiş ağciyərlər və dəri ilə tənəffüs edən onurğalı heyvan çox xarakterik deyil. Həm kisə şəkillidir, həm zəif inkişaf etmiş ağciyər. Bu aid olur triton. Triton. Tritonlarda deməli dolayı postembryonal inkişaf, deməli sürfə mərhələsi var. 3 göz qapağı, skoto tam və bərabər. Xeyr, baxın, tam bölünür, amma qeyri-bərabər bölünmədir. Cavab olur C variantı. Çiyin qurşağında olan sümüklərin sayı çöl göyərçinində deməli
2 kürə 2 körpüz 2 qarğa 6. Ev itindisi sadəcə 2. Cavab hər ikisinin cəmi olur 8. Deyir ki, qurbağanın arxa tərəflərində 10-dur, 5-5-dir. Əksər quşların caynaqlı barmaqları bu əsasən aşağı ətrafları deyir, doğrudur, 8-dir. Zolaqlı kərtənkələ ön ətrafları 5-5, 10-dur, zürafə də 7-dir. Qurbağanın onurğasında olan fəqərələrinin sayı olur 9. Cavab olur B variantı. Qışın çinadanı barəsində doğru olmayan ifadəni müəyyən edin. Çinadan qida borusunun genişlənmiş hissəsidir, doğrudur. Çinadan doğru olmayan soruçur. Çinadan qida şirəsinin təsir yumşaqlığı doğrudur. Qida çinadanı pilavistə mədən əzəli şöbəsinə ötürü xeyr, birinci vəzli şöbəsinədir, cavab olur C variantı. Bədən boyun hissəsində yerləşir, doğrudur. Əksər quşda çox xarakterlidir, doğrudur. Qurbağada sidik bədəndən pilavistə xaric olunur kloaka dəliyindən. Cavab olur Y variantı. Göl qurbağasında fərqli olduq quru qurbağasında əsasən bu kitablarda verilibdir. Daha çox köhnə kitablarda daha çox məlumat vardır. Ağız yerləri daha yaxşı inkişaf etmişdir. Deyir ki, kərtənkələ yumurta hüceyrə hansı orqanda mayalanır? Aha, baxın. Burada cavab olur 4. Yumurta borusunda. Yumurtanın borusunda mayalanma gedir. Bunun yumurtalığı 5-cidir. Amma mayalanmanı soruşur deyə bizdən. Ona görə götürürük 4-ü. Sonra digər suallarımıza baxaq. Telefonla işləyirəm deyə üzrünü sayın ta bilmirəm necə çıxır video. İnşallah ki qane olarsınız. Aha. Ördək burun su quşlarına aiddir. Yarım su düzdür. Həm quruda, həm suda. Qaz kimlər dəstəsinin nümayəndəsi. Bu köhnə kitablar daha çoxdur. Ququşudur. Qaramalın əcdadı əsasən turdur. Bu köhnə 6-cı sinif kitablarında verilib də. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Şirin su balıqları və duzlu su balıqları. Gəlin bunları ayırt eləyək görək, hansında daha çox var. Deməli, baxın, deyir ki, ifraza sistemi bir cüt böyrək, bir cüt sidik axarı və bir sidik kisəsindən ibarətdir. Bu əsasən hər ikisində var. Deməli, bu olur hər ikisində. Sonra deyir ki, heç vaxt su içmirlər, şirin su balıqları heç vaxt su içmir. Az miqdarda sidik ifraz edirlər. Az miqdarda sidik ifraz edirlərsə duzlu su balıqlarıdır. Çoxlu miqdarda sidik ifraz edirsə bu şirin su balıqlarıdır. Dalma su içir, nəticədə çoxlu duz qəbul edirlər. Nəticədə çoxlu duz qəbul edirlər. Bu duzlu su balıqlarına aiddir. Daxili maye sabit qalma ifraz mühüm rol oynayır. Bu hər ikisinə aid edilir. 2, 4, 3, 5, 1, 6. Təkamül prosesində ilk dəfə rüşem halında beyin qabığı əmələ gəlmiş sinifin nümayəndəsi. İlk dəfə beyin qabığı əmələ gəlibdir sürünənlər sinifində. 2 qat tənəffüs bu quşlarda olur. Dolayı inkişaf. Dolayı inkişaf əsasən bunlarda düzünədir sürünənlərdə. Qırışlı beyincik əsasən qırış olmurdu. Daxilə mayalama doğrudur. Döş sümüyü çinquşanlı bu amfibilərə aiddir. Sonra 21-ci şəkil. Şəkildə göstərən quruluşda ürəyi malik heyvanlar üçün xarakterik deyil. Baxın, bizim şəkillə baxırıq. Bizim sağımız bunların solu, şəklin soludur. Aha, deməli burada çıxır sol aorta qövsü. Bu olur əsasən quşlarda. Quşlarda pəncə lüləsi var. Sonra deməli düzünə inkişaf. Yox, burada 4 kameralı məddədir. Ürək demir, üzrlü sayın cavab olur Y variantı. Sol yumurtalıqda aha düzünə küçük göz qapağı var. Postembryal inkişafında qazlar mübadiləsi gedən orqanların daha çox. Yəni deyir ki, daha çox hansı tənəffüs orqanlarda, bir-iki tənəffüs orqanlarda qazlar mübadiləsi gedir. Baxaq görə hansılarında daha çoxdur. Baxaq, timsahda, xeyir, çoramal. Burada, aha, baxın, qurbağadır. Niyə? Bunlarda yetkin formasında, yetkin fərdində həm deməli dəri tənəffüsü var, həm də ki ağız cəmi. Amma bunların sürfələrində əsasən qəlsəmədir. Ona görə də 3-dür. Aha,
Heyvanların çiyin qurşağını əmələ gətirən sümüklərin sayı, arteriya damarlarının axan qan növlərinin sayının cəmi artması ardıcıllığına. Aha, baxaq. Deməli, burada qurbağa. Qurbağada 2 kürə, 2 köp, 2 qarğa, bir dənə də döş sümüyü aiddir 7. Bir də arteriya damarlarında 3 növ qan olur bunlarda. Arteriya, venöz və qarışıqdır. Olur 10. Sonra quşlarda 6-dır. Arteriya və venöz olduğuna görə olur 8. 2 kürə sümüyü olur bunlarda və 2 növdə qan olur. Aha, bu olur 4. Ardıcıllığı nədir? Böyükdən kiçik yoxsa artması ardıcıl. Aha, 4, yəni 3 gəlir. 3-cü, sonra 2, sonra gəlir 1-ci. Müasir məməlilər yalnız bir növ üçün xarakterikdir. Bu əsasən insan daha çox nəzərdə tutur. Diafraqma tənəffüs prosesində iştirak etməsi əsasən bu məməlilər sinifində var. Dölün ana bəttində inkişaf etməsi əksər məməlilərdə yəni əsasən bütün deyək ki, dölün ana bəttində inkişaf etməsi bu həm insanda, həm də digər məməlilərdə var. Onurğan isvari insana aiddir. Kəllənin beyin şöbəsi, üç şöbəsinə insana aiddir. Şərti reflekslərin malik olması. Şərti reflekslər məməli heyvanlarda, yəni müşahidə olunur. İnsanda da var. Mücərrəd təvəkkül insana aiddir. 3, 4 və 6 götürürük. Sonra gəlinci suala. Nədir? Xana balığında qan növlərinin sayı, arteriya damarlarında axan qan, həm arteriya, həm venöz 2-dir. Vena damarlarında venozdur, ürək boşluğunda venozdur. Cavab olur 4. Sonra tənəffüs prosesində udduğu havada həcmi 2000 millidir. Havada oksigen qazının həcmi 21%-dir. Nə soruşur bizdən? Havadan istifadə etdiyi oksigen qazının minimum həcmi. Aha, birinci biz 2000-i 21%-ni tapırıq. 2000-imiz 100-dürsə, x'im 21%-dir. O da eləyir 4200. Aha, 4200. Baxın, məməlilər havanın 20-25%-ni istifadə edir. Minimum soruşsun 20%-ni. 4200-ün də biz tapırıq 20%-ni. Tapıram 20%-ni 20-yə bölürəm 100-ə. O da eləyir neçə? 84. Aha. Sonra gəldik şərtin üzərinə yazmışam. Üzrü sayı. Uyğunluğu müəyyən edin. Aha. İnkişaf düzünədir. Yəni düzünə inkişafsa biz burada dolayı inkişaf olanları çıxırıq. Dolayı inkişaf var bunlarda hansılarda? Deməli götürmürəm burada. Aha, dayanın. Telefon dondu. Aha, hə. Düzünə inkişaf deməli göl qurbağasında dolayıdır. Çünki sürfə mərhələsi var. Qutandır, antilopdur, zoolog yer sünbülünə aiddir. İndi gəlin baxaq. Deyir ki, yuxarıdan başlayaq. Deyir sidik kisəsi var. Ürək 4 kameralıdır. Aha, bu antilopda ola bilir. Yəni məməlilər sinifini götürə bilərəm. Bir də sümbül qıran götürə bilərəm. Gəmiricilərə aiddir. C ilə Y. Sonra deyir ürək 4 kameralıdır. Sidik axarları deyir açılır, kloakaya açılır. Ürək 4 kameralı. Bu quşlardır. Qutanı götürə bilərəm. Aha, sonra yox. Sonra deyir ki, sidik kisəsi var. Sidik axarları kloakaya açılır. Bunu da götürəm. Cavab D. Gəldik. Deməli 28-ci suala. Deyir müəllim elektron lövhədə aşağıdakı şəkli nümayiş etdirir və qeyd edir ki, bu orqanizmdə hərəkət aparatının kütləsi 150 qramdır. Yəni ümumi kütlə, əzələ kütlələri. Uçuş zamanı qanadı endirən əzələlərinin kütləsi, döş əzələlərini deyir, bədənə olan digər əzələ ümumi kütləsinə bərabərdir. Aha. Gəlin baxaq. Sonra deyir ki, ətrafların sərbəst hissəsinə aid sümüklərin hər birini göstərin. Deməli, baxaq. Yuxarıdan aşağıya gedək. 4-cü aiddir bazo sümüyüdür. 4 aiddir bazo. Sonra baxın, 5-i iç tərəfdən mən həmişə şəkli elə
daha çox yadımda saxlayıram. Bu mildir. Digər isə aiddir 6-cı dirsək. Sonra 3 körpücükdür, 2 qarğadır, 1 döş tiridir. Sonra 9 buddur, 8 baldırdır, 7 də çanaqdır. Yəni amma bizdən sərbəstlərini soruçur deyə götürmürük. Bu orqanizm qanadları endirin əzələlərin altında yerləşən əzələlərin necə adlanır? Baxın, qanadları endirən əzəllər döş əzəlləridir. Onda aşağıda yerləşir körpücük altı, o da deməli qanadları qaldırandır. Qanadı qaldıran. Orqanel sistemidir. Şəkildə göstərilən orqanel sistemi kütləsini hesablayın. Aha. Orqanel sistemi kütləsini hesablayın. Ümumi bizə verir kütləni 150. Deyir ki, əgər kütləni qaldıran əzələlərin kütləsi 2 dəfə. Aha. Hə. Bax, burada döş əzəllərini mən götürürəm. 2A. Orqanel sistemini burada sümüyü döş əzəlindən 2 dəfə az götürürəm. A qədər. Onda digər əzəllər döş əzəlindən 2 dəfə çox olur. Digər əzəllər. Onu da götürürəm 4A. Deyir ki, şəkildə göstərilən orqanel sistemin kütləsini hesablayın. Aha, baxın, biz digər əzəllərlə bir dəqiqə zəhmət olmasa. Aha. 4A-nın üzərinə A bərabərdir 150. Digər əzəllərini hesabladıq, götürdük. A-nı tapıram burada 30. Bizdən hansını soruşur? Orqanel sisteminin kütləsini. Yəni burada sizdən sümüyü soruşur. Sümük də A-dırsa, o da olur 30. Bu qədər. 3-cü sınav izahı ilə görüşərik.